Hamınıza salamlar dostlar. Yeni video ile karşınızdayım. Dostlar, bu günlərim qorxunc videolara baxacağıq. Nə qədər inandırıcı olub olmamalarına. Başlayaq dostlar. Birinci buranı oxuyun. Müasir dövrümüzdə Mahnı kameralar qorxudur həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. Bəzi insanlar kameralar vasitəsilə xoş günlərini, bəziləri isə maraqlı görüntüləri qeydə alıb əbədiləşdirir. Bugünkü videomuz kameralara görüntülənən, açıqlaması olmayan görüntülər haqqında olacaq. Bu real ola bilmə ihtimalı %30 iyun 2014-cü il tarixində 28 yaşlı Lars Matank dostları ilə birlikdə Bulqaristanın dəniz kənarı Qızılqum kurortuna istirahətə gedir. Burada olduğu müddətdə Matank dostları ilə birgə bir qrup gənclə dava edirlər. Bu dava nəticəsində Matank qulağından ciddi xəsarət alır. Dostları onu xəstəxanaya aparırlar. Matankı müayinə edən həkim ona sağalana kimi təyyarəyə minməməyi tövsiyə edir. Matankın dostları öz ölkələrinə geri qayıdırlar. Matank isə şəhərdə ucuz bir motel tapıb orada qalır. O gündən anasına burada özünü təhlükədə hiss etdiyini və 4 nəfərin onu izlədiyini deyirdi. Bu hadisə 4 gün çəkdi. Sonunda Matank ölkəsinə qayıtmaq qərarına gəldi. Matank Vana hava limanına gedir. Bu da onun təhlükəsizlik kamerası ilə qeydə alınan görüntüləridir. Matank hava limanına girdikdən bir neçə dəqiqə sonra çölə qaçır. Önde çantanı. Sonra tapılmır. Daha sonra onun çəmənlikdən keçərək meşəyə doğru qaçdığı görünür. Onu hardan bilirsiniz meşəyə? Bundan sonra Matankı gördüm deyən olmadı. Onun hava limanından kimdən və nədən qaçdığı bilinmir. Meşədə axtarışlar aparılmasına baxmayaraq ondan heç bir iz tapılmayıb. Matankın yoxa çıxması bugünə kimi bir sir olaraq qalır. Bu görüntülər 2016-cı ildə Çində mağazaların birində qeydə alınıb. Görüntülərdə bir qadının mağazada məhsullara baxdığı görünür. Anidən rifdən bir məhsul yerə düşür. Xanım onu götürüb yerinə qoyanda qəribə bir hadisə baş verir. O qəribə hərəkət... Dostlar, videoya keçməzdən əvvəl kanala abunə olub videoyu bəyənməyi unutmayın. Bunu en başta demeliydim, ya ortada dedim. Neyse. Etmeye başlayır. Mirçe basmıyor buranın. Uçtu. O kız zombi oldu ki. Ana ne oldu ha? Zincirdi içine. Ya sen içine zincirdi dostlar. Danışamadım ya. Daha verirler ya. Ona tak kışkıran şu mar yerde ağıldı taşıyordu. Uçtu da var. Bu ne olur? AI değil mi? Olar. Olabilir aslında. Yapardılar. Первые люди, Адам и Ева, жили в прекрасном саду, который Бог сотворил для них. Но сатана притворился хитрым змеем и стал искушать Адама и Еву. Правда ли, что Бог запретил вам есть плоды с этих деревьев? Kestik. 2014-cü ildə Detroit ştatının Delray şəhərində bir küçüdə insanlar tərk edilmiş evdən qəribə səslər gəldiyini iddia edirdilər. Başa pişişdi. Nə bilmiyorlar. Ted adlı polis əməkdaşı həmin əraziyə gedir. Gözəmə evliyəm, yeməyə dadırdım bir şeylə. Hayda, bu nə? Getdik. Evi yoxlamaq üçün Ted adlı polis əməkdaşı həmin əraziyə gedir. Ted olur. Nə olur o? Ted həmin əraziyə getdikdə orada heç kimin olmadığını görür. Ya da saxlanıldı.
Ancak onun qeydə aldığı görüntüləri izlədikdə isə dəhşətə gəlir. Gene ne görüntülüdür? Görüntü. İnandırın adam. Çünki görüntülərdə pəncərədən baxan qəribə bir üz görünür. Üz. İyi ola bilər. Bəlkə bir nəfər çıxıb video izlənsin deyə deyib. Dünyada her şey ola bilər. Nə bilirim? Hər şey ola bilər. Polis əməkdaşının həyətdə tapdığı məqalədə Rose Veres adlı bir qadına aid idi. Veres'in 2002-ci ildə ona yaxın insanı öldürdüyü güman edilirdi. 2002, Ancaq 2026'dan məhkəmədə hesaplayın onun dostlar. əleyhinə heç kim ifadə 24 verməmişdi. Çünki onu tanıyanlar onun qəribə gücləri olduğunu, buna görə də ondan qorxduqlarını iddia Pul edirdilər. yaradabilir görün. Veres 2005-ci ildə həbsxanada intihar etmişdi. O illerde niye danışır? Bu evdə görünən üzündə Bakanlar ona korksun aid değil mi olduğu diyor dostlar? iddia olunur. Evet. Devam edelim. Bu görüntülər 2013-cü ildə Londonda yerləşən otellərin birində qeydə alınıb. Daha 10 saat Otel ya. işçisi qonaqların şikayəti üzrə 209 nömrəli otaqdan gələn səsləri yoxlamağa gedir. 13 yıl İşçi qapıya yaxınlaşanda otaqdan gələn səslərə şahid olur. Kapı ne açıldı? Dostlar. Bu da olabilir. Ne bileyim. O, bunu Gözümüzün administratora görünür məruzə ki. edir. Administrator polisin yolda Olmuyor da olduğunu böyle və değil. ona otağa Ben girməməsini sıfır antrenörü tövsiyə videolar edir. çekmedim. Otaqdan yenə səs gəlir Bir və daha buna görə də kışkırtma burada. işçi otağa girməyə ona qərar inanmaq. verir. Necə O, mi? otağa girdikdə otaqdan bir kölgənin çıxdığı görünür. İşçi otaqda heç kimin olmadığını, ancaq otağın dağınıq olduğunu deyir. Bu hadisənin necə baş verdiyi bilinmir. Bəlkə bir nəfər dağıdıb yerlərin düzəltməyib çıxıb gedib. Ola bilər də. Niyə olmaz? Yaponiyada kafelerin birində Yaponiya. müştəri yeməyini yeyib getdikdən sonra masadakı əşyalar öz-özünə yerə tökülür. Oha. Kafe çalışanları ilk öncə bunun müştərinin etdiyini düşünsələr də, ancaq təhlükəsizlik kameraların görüntülərinə baxdıqda dəhşətə gəlirlər. Baxaq bir günə. Arxadan iplə bağlayıb edə bilərlər. Onu kimsə short videolarını atmışdılar. Ola bilər. O video. Oğlum, stop oldu. Biraz buna %50 inanma geldi. Çünkü ipsat yoktu orada. 2013-cü ilin yanvar ayının 31-də 21 yaşlı Elisa Lam Los Angeles şəhərinin mərkəzindəki Cecik otelində qalarkən yoxa çıxdı. Ne yapayım? Kolumbiyada universitet tələbəsi olan Lam Los Angelesa tətil üçün gəlmişdi. O, oteldən çıxmağa hazırlaşdığı gün yoxa çıxdı. Lamdan heç bir xəbər ala bilməyən valideynləri polisə müraciət edirlər. Polis əməkdaşları hadisəni araşdırmaq üçün otelin liftlərində yerləşən təhlükəsizlik kamerasının qeydlərinə baxırlar. Kadrlarda Lamın qəribə hərəkətlər etdiyi görünür. O, sanki kimdənsə gizlənir. O, liftə minib düymələrə basdıqdan sonra liftin qapısının bağlanmasını gözləyir. Sizlərə sənə tapmayacaqlar. Bursa burada. Nə qıbılan başı xarabdır, nə deyib? Şimdi gedirlər liftə. Oranın bir dənə düyməsinə basırlar, basırlar. Gəlib taparlar da o deyil. Polisi də zəngirəmiş. Qapı bağlanmadıqda o çölə çıxaraq ətrafa baxır. Qız da oldu. Sizdən basan ya. Çölə çıxır içəri girir. İçəri girir. O, yenə də liftə daxil olub düymələrə basır. Ancaq lift hərəkət etmədiyi üçün o çölə çıxaraq sanki kiminləsə ünsiyyət qurur. Kimdən ola bilər? Kimlənsə ünsiyyət qurur. 2x verək biraz.
Onun yoxa çıxmasından bir neçə gün sonra otelin qonaqları Bunlar otaqlardakı da var. krantlardan gələn suyun qara və qəribə dadlı olduğundan şikayət edirdilər. Qara suyu özü belə Texniki su olur. heyət su kəllərini yoxlamağa En az getdikdə ihtimal Elisalamın iki cəsədini qat düşünə çayın içində aşkar En az, edirlər. en az. Elə Polislər belə. uzun müddət %20. araşdırma aparmasına baxmayaraq, onun çərə necə girməsi ilə bağlı Ron heç bir polislərinə cavab tapa baxırsan. bilmədilər. 19 oktyabr 2009-cu il tarixində Parisdə yerləşən hotellərin birində iki qonaq Burada. otelin üstündə uçan naməlum cisim Kamera, gördüklərini iddia edirlər. Qonaqlar bu hadisə haqqında Kamera. səlahiyyətlərə məlumat verirlər. Var. Qısa müddət sonra Nerede? qonaqlardan izahat almaq üçün qara paltar geyinmiş iki sirli şəxs hotelə gəlir. Bu şəxslər Nasıl qonaqlarla yoxdur? danışmaq istədiklərini deyirlər. Ancaq otelin işçiləri qonaqların artıq hoteldə olmadığını bildirirlər. Sirli şey? adamlarla danışan otel işçiləri Adam öldürən bu o adamların kişiləri çox bunların solğun da- olduqlarını, İkisine bak. ikisinin də tamamilə bir-birinə üstü oxşadığını, başlarından, geyinməklərindən qaşlarında bilinir, kipriklərin dostlar. olmadığını deyirlər. İşçi hətta bu adamların böyük mavi gözləri olduqlarını və Oha. danışarkən heç Böyük gözlərini mavi gözlü. O necə olur? qıpırdatdıqlarını Böyük deyir. mavi gözlü. Yox bir böyük Onların qara otelə gözlü. girdikləri an görüntülərə diqqətlə baxdıqda, sol tərəfdəki adamın yeriyərkən ayağını düz saxlamaqda çətinlik çəkdiyi görünür. Nə? Bu elə bilim o qarşıdan Bu sirli görüntülər Çinin Çingtai şəhərində qeydə alınıb. İki mikroavtobus piyada keçidinə yaxınlaşdıqda Baba, çox qəribə baba. bir hadisə baş verir. Bu necə olur? Birdən hər iki AI mikroavtobus da ola bilər. havaya qalxır. AI deməncə bu. Bununla da bugünkü videomuzun da sonuna gəldik. Gələn videolarda görüşərik. Dostlar, videomuzun sonuna gəldik. Dostlar, gələn videolarda gülmə videoları istəyirsinizsə, gülməmə challenge. Ağzımıza da su alacağıq. Görsəm uzacamda çəkəcəm. Adam olsa elə çəkərəm oyuna. Dostlar, bugünkü videomuz bu qədər. Dostlar, bu videoya 50 bəyəni gəlsə, gülməmə videosu gələcək. 25 bəyəni gəlsə isə bu qorxulu videoların davamı gələcək. Və kanala abunə olub like atmağı unutmayın. Gələn videolarda görüşərik. Sağ olun, salamat qalın.